Gedə bilərik. Gitmək üzrəyik. Universitetə. Aviasən gəlir. Budur. Uşaqlar bir dənə daha qaçırdıq. Hello dostlar, necəsiz? Bugünləri Anguqa gedəcəyik. Bir dənə bilet postasını götürürüm. Nömrə alıb nömrəsini götürürüm. Bugünləri gəzəcəyik, biraz gəzmək demişdik. İnşallah ben də İTB görəcəm, buraları sizə də göstərəcəm. Baxaq nömrəmizə. Bax, balaca şey çıxacaq indi bundan, ha? Sadəcə Hüseyin Usta həmən gecək. Atacaq bunu. Uşaqlar, ventilatorun evdə unutmuşam, onu yiyib götürüb. Düşəcəm, çünki hava çox istidir, yəni siz necə, Koreyan havası həm istidir, həm də çox nəmlidir. Yəni çölə çıxana görə ki, saunaya çıxırsınız, elə gəlir də. Ona görə yiyib götürüb düşürüm. Bura bizim otaqdır, prosto otağın içini çox göstərəməyəcəm sizə. Birdən əlləşir bir dəqiqə. Uşaqlar, universitetimizə baxın. Belədir. Çox böyük universitetdir həqiqətən. Veşmişimdə götürmüşəm. Bunu götürürəm ki, hava soyuq olmasın. Daha doğrusu soyuq yeri girəndə bunu giyinirəm. Bu da isti yeri üçündür. Yəni, görürsünüz də. Anguq stansiyasına gəldik. Burada buranın nəsə belə bir arxalası var. Orada Hanoqlardı. Bu tərəfdə də bina evləri var. Yəni elə bir ki, köhnə ilə müasir evlərin birləşimidir. Biraz içəri şəhər vibe verir. Uşaqları buraları görürəm. Həqiqətən bizim qaldığımız Namyak tərəfdə qəşəngdir. Yəni demirəm pis tərəfdir. Qəşəng, amma bu yerləri görəndən sonra deyirəm ki, yəni bu yerlərdə qala bilərdik məsələn. Bura daha qəşəngdir. Yəni daha çox Koreyanı görürəm buralarda. Yəni Namyak tərəfdə olur da belə Koreyan hissi deyə bilmirdim. Orada yəni çox imkanlar yoxdur. Yəni biraz daha yaxın tərəfdir yəni. Biz belə çox restoran yoxdur, çox kafe yoxdur. Buna görə buralar daha qəşəngdir. Əgər gələcəksinizsə mütləq Seula, Anguqa, nə bilim, Sonsuya, Yongdong tərəflərə gəlin, yəni buralar daha qəşəngdir. Gedə bilərik. Nə güzel gəzib dolaşa bilərik. Sadece özünüz için çekirsiniz yoksa prosto abisi Paylaşır ama. Salam deyin. Selam. Məşhur oluruq. Nə yaptım, bir abırçılıqlar falan paylaşırım. YouTube'da uzun vloglarımı paylaşırım. Instagram'da kısa. Hamısı için bir plan qurmuşam. Sensör izlənməsə en azından gələcəkdə baxanda. Eynən, hə. Məsələn, indi bu dəqiqə öz köhnə vloglarıma baxıram, bir amma. Elə 2-3 ayın, 4-5 ayın vloglarına belə baxıram, bir amma. Nə qədər böyümüşəm. Həqiqətən. Qəribə.
bağdaş qrup oturmuşuq. Əsl Koreyalı olub gedirik də, yəni birazdan vəbşə söz deyəmək neysə. Bax, bunu bastım işlədim. Aa, onlar. Meydarımız. Bunun içində turp var. Turşudur bence. Yəni turp deyək, turp demək, bu şey salam turp. Əsl sosial media bağlıyım bu diye. Bir de senin çəkmə tərzinə bax. Yani biraz. Yani çölden. Geçendir, bizim de geçendir. Prosta nedirəm, heç bir imkanı yoxdur da. Məsələn, gelirsən yanında restoranlar, kafeler Bəli, yox, bir yox. şey. İstədik. Hadi. Məclinə getməmişdi. Özünü seçirsən. Gidiyoruz. İndi kafeye gedirik. Alfaba götürdüm. İnşallah. Deyirəm də sizə görə özümü fəda edirəm. Pek utancımdan ölürəm. Burada bir dənə şey video kadraj edirəm dostlar. Sizə görə. Çox qəşəng görünür də bu. Çox qəşəng görünür. Amma dadı çox acılı. Gedir baxsana. Şirniyyatla qəşəng gedər məncə. Şirniyyatla da. Hə. Bu tək içmir amma yəni. Kameraya bura baxıram. Bura baxmalıyım. Buradan bizim üçün şirniyyat kəsir. Kız taksi sipariş verdi. Özgür Özgür'e görüş. Oğlanı koyun taksiye. Ötürür sağollaşır. Benim enayi. Sizi düşürmesi böyle. Nasıl şoka düştüm ki. Olmamla kızdı. Bir uzanıp kızın içinde böyle masaj ediyor. Yemeği yiyorum. Sipariş yapıyorum. Yemeği yiyorum.
duyğularının bərabər olur. Amma prosta bizə necə qocaya da yox. Qoca deyil, o ki qıza verməsin. Qoca deyil vermirsən. Mən o barədə demirəm. Sevgi mənasında deyilsin. O barədə tam razıyam. Yəni oğlan otursa gedirsə, yəni oğlan bir uyğunda deyil. Ama sevginin mənası deyim. Mesela bana dediği, yanı başında oğlan oturur. Ya bilmiyorum, ben istemiyorum bile yani. O oturup bir o vakti biraz benden çok yorulurdu mesela. Bakıydı ona. Ama böyle de değil mi? Ben özümü çok hissediyorum. Şimdi hissediyorum. Yoksa ben de böyle sen diyen gibi şey, her şeyle beraber olmalarını istiyorum. Yoksa bazı şeyler var, mesela kız nazik da varlık, kıza kız gibi davranmayı tercih ediyorum. Bilmediği şeyi bile alırsa. Ağladım. Ya böyle dehşet iğrenç değil. Periklis var ya. Periklis. İnsaf çalıma belə çəkmişəm ancaq əlimdə. Vlogumu paylaşacağım. Bilmirəm, bu vlogu necə çıxacaqsa bilmirəm. Yəni çox danışmamışam da. Ancaq birləşdirərsən hansı? Hə, hamısıyla belə birləşdirəcəm. Səs qoyarsınız. Səsləndirərsiniz. Mən də sizə YouTube-a baxacağam. Abone olsunuz. Abone olun. Bütün tanıdıqlarınızı atın Nərgisin. Mənim tanıdığım həddindən artıq çox. Hadi bir günə 100 takipçi artacaq. WhatsApp'ındaki statüsü ne kadar insan baksa yapsın sizce? 500-600. Ya Ama çıkar. benimle kimi atırsan oraya. Yani böyle insanlar değildi, telebelerdi. Ben çok görüm faaliyetlerinde olmuş ama. Çok Ancak yaxşı oradan deyəsən. Daysoya, buradaki dayso biraz balacak. Kalyanın küçələrində gəzirik. Mən düşünmüşdüm ki, dostlar, Kalyan küçələrində gəzsəm, yəni belə kamerada heç kəs mənə fikir verməyəcəkdir. Amma fikir verirlər, yəni video çəkəndə baxırlar. Yani biraz ona göre utanıram. Ya da başka bir ülkede yana çekende biraz utanıram. Ama çok geçerli. Yani çok uçuyor. Çok geçerli. Çok beğendim. Her şeyi. İnsanlar da çok yakışıklı. Ülkemiz de çok teşekkür. Böyle. Hava bugünler çok geçerli. Ne çok istidir, ne çok soğuk. Düz yine de isti sayılır. Amma sürənləri daha çox istiydi. Yəni telefona baxmaqdan qıraqlara çox baxmıram. Amma indi birdən-birə söndür, çox qəşəng görünür. Onu göstərəcəm. Qəlbin qıraqda belə ki, ancaq bir yer var. Adam olmasa belə. Avtomatik olaraq olmaz. Yaxşı seçməmişik. Bizim indi saat limitimiz var da demiştim ben size. Saat 10'un yarısında yaşıldı. Saat 10'un yarısında biz buradan çıkmalıyıq ki, gelip çəkə bilək. Və bu da məni çox yorur. Mən hələ də gəzmək istəyirəm. Yəni əgər gəzsək, yataqxanaya girə bilməyək. Koreada da gecə vaxtı gəzmək mənə çox ləzzət edir bu arada. Hava bilmirəm, biraz
sərin kimi olur. Lap sərin də demir. Səhərə baxan daha çox az günəşli olur da. Ona görə bu vaxtı gəzmək mənə daha çox ləzzətlidir və bu vaxtı gəzə bilməmək mənə çox əsəbiləşdirir. Bir də burada məsələn Azərbaycandan fərqini deyim də sizə bir dənə nə var. Azərbaycanda məsələn adi bir restorana da getsən servis falan çox yaxşı olur. Yəni insanlara servis ödənilir. Servis edilir. Amma Koreyada elə deyil. Məsələn nəsə yemək aldınız, o yeməyi falan apartezinin yerinə qoymalısınız. Yəni stolun üstündə yemək qalmamalıdır. Özünüzün arxasınca təmizlənməlisiniz. Belə şeylər də var. Bir baxımdan yaxşı bir şeydir bu. Amma hələ ki biz alışmamışıq. Yəni bizə biraz qəribə gəlir. Məsələn metrolarda hamı başını salıb telefona baxır. Yəni heç kəsə fikir vermir. Məsələn mən istədiyim kimi yəni dururam, otururam. Heç kəs məsələn mənə baxmır. Video çəkə bilmirəm mən yenə də metronun içində biraz utanıram. Xarici olduğum üçün düz baxanlar var. Məsələn üçümüzə də baxırlar da. Amma məsələn Koreyalının özü eləsə məncə heç qəribsənməz. Şey vardı yani. Ama çok estidir buraya. O taraflar biraz serin idi. Bura galiba değil. Her taraf bir iklimdi. Gördünüz de ne kadar dar köşelerden geçirirsem. Ama her yeri çekmek istedim çünkü meraklıdır. Çok insan olan yerler hep meraklıdır, ona göre çekmem. Demişti ki 15 kilo koyup da gördüm ki 22 kilo falan. 1 kilo kalıp ki limiti geçsin. Gelende. Mama dedi ki lazımsız her şeyi burada koy git. Dedi özvə təzələrini al, bunların köhnələrin hamısını koy. Gecikme üzereyim üniversitede ama çok rahatım. Çok rahat, çok profesyonel. Bəli. Her şey videoda deyirsən, o vlog. Çok rahat, çok profesyonel. Hadi vloglarım hələ də qalıb. Mən elə vloglarımı deyib hazırlamalıyım. Çok çətindir dostlar. Vlog hazırlamaq çok çətin bir işmiş. Ben bu kadar çətin olduğunu bilmirdim. Şey, başımıza ne gəlir? Professora yazarım. Məncə problem yoxdur. Professorlara rahat olmayın. Hətta mümkün olsa sualım buradan. Buradan həll eləyəcək. İnşallah metroda yox. Birdən də burada oturuyorum. Başıma bax. Dostlar, bizim başımız həqiqətən evdən çıxanda çox qəşəng çıxırıq da. Saç çıxandan sonra uçur da. Yəni əməlli başlı elə bir elektrik vurmuş kimi görünür. Yəni bizim problemimiz deyil, yəni həqiqətən. Bunun Koreya metrosu deməzsən bu. Bana kırıldı. Bura arkada bir tane şey, alttan o şey var ya, Kore dramalarında böyle reklam gelir, bir tane sahne donum kalır böyle. 그대는 선물입니다. Ben bir problemsiz bakmaya çalışıyorum. 그대는 선물입니다. Ne de bakalım, Titanic başlatalım. Yana bak, 1, 2, 3. 그대는 선물입니다. 하늘이 내려준 Ya bir şey. 촬영 나왔습니다. 저희 촬영 나왔습니다. 촬영 나왔습니다.
görəcəm, yerim dolub, heç nə çəkə bilmirəm. Zərkərə üçün nəzə tutarım. O günləri Koreyaya gəlmə vloqunu hazırlayırdıq da. Hələ hamısını artırmamışdım. 1 saata yaxın bir şey oldu. Yəni vaxt aldılar. Şuna şey yapışdırmışam baxın. Beşik şeyini. Yəni bu önemli bir gün hissedilməli. Bu nə tər güzel. Sıxdım. Qol bağımın şey var idi, zəncir hissəsi. O qırılmışdı. Onu tezdən bərkitdim, düzəltdim. Koreyaya gələndən sifətim düzəlir. Yəni bu arada deyim sağlam bir şey qidalanıram. Yox. Biz hər gün nə edirik? Bir dənə onlara izah edirik. Fast food yeyirik və şirin çox yeyirik. Yəni mən Bakıda bu da yemirdim şirin. Çox yemirəm şirin. Və sifətim düzəlir. Bilmirəm, desin havasındandır. Mən nəmli hava düşürüm. Suyundan aşık oldum, toprağa. Bunu boğazıma takmışım, bunu qaşındırır. Çok da Şişmişsə də bu modadır, moda. It's fashion. Icon. Bu günlər sivridən TikTok videosu çəkim, belə bilirlər. Onu çəkəcəm. Bu sonra evdə çəkirlər. Mən evdə çəkə bilmirəm yəni. evimiz o kadar güzel. O kadar evimiz. Niyə göstərir? Allah haqqı. Orada çəkə bilmərəm də yəni. Oranı düzəltsək belə çəkə bilmərəm yəni. Nə qədər düzəldir belə yenə də. İşte kalkmalıyız ki 6:50'de aşağıdalar. 6:50'de yola çıxarlar. Uşaqlar 2 dəqiqə gecikdirik, gecikdiriyim bilmirəm. Hələ qatarımız gəlməyib. Yəni qatar birdən-birə dayandı. Deyəsən Azərbaycan Bakı-Miliknidir. Yəni düşdük biz qatardan, təzə qatar. Oturub gözləyik. Çəkim onlarda. Oh my god, bro. Onlar da direkt İlk dəfə bura vaxta qədər burada gözləyirik. Yəni biraz narahat oldum. Çatmama ehtimalımız da ola bilər ona görə. Bilmirik qatar nə vaxt gələcəksə. Dedilər bizə 8 dəqiqə falan, 8 dəqiqə gələcəm, tam əmin deyilik. Belə. Adəsən gəlir. Budur. Uşaqlar. Burada bağlandı. Nə hiss edirsən? Hoş bir sen çölde kalacak. Mən də qəşəngsə mən sessiz deyirəm əslində. Belə burada da sevirəm. Bilmirəm. Belə bir təcrübələrdən xoşum gəlir. Sonluğunun həyatı çadır kuracak bu arada. Maraqlı bir hadisə tapdım. Kontentim üçün qəşəng bir şeylər tapdım. Bu mənim üçün bir cənnətdir. Yəni belə bir şeylərin baş verməsi mənim üçün əslində video çəkəndə bir cənnətdir. Çünki video YouTube'a qəşəng maraqlı bir şeylər qoya bilirəm. Şüşürsə məni. Bu bir YouTuber düşüncəsidir. Uşaqlar bir dənə daha qaçırdıq. Bilmirəm indi vəziyyətimiz necə olacaqsa. Aha, sonunda gəldik dostlar. Minə bilərik buna. Nəsə bu günləri macera yaşamayacağıq. Biz evimizə gedəcəyik. Belə. Ona görə burada sizdən sağollaşıram. Bye bye. Özünüzə yaxşı baxın.